başlayırıq. Dərsimizin mövzusu demək olacaq feilin şərt formasının demək məhsul növünün təsrifləri. Biz bundan qabaqki demək dərsimizdə feilin şərt formasının məlum növünü keçmişdik, amma bugün feilin şərt formasının məhsul növünü inşallah keçəcəyik və bunu ləm yunsar misalında feillərin təsvirinə baxacağıq. İndi baxaq, görək necə əmələ gəlir, əmələ gəlmə qaydaları haqqında məlumat verəcəm. Ləm yunsar, yardım edilmədi. Amma ləm yansur deyəndə nədir? Yardım etmədi. Amma ləm yunsar deyəndə feilin məhsul növünə keçirilir və yardım edilmədi mənasında işlədilir. İndi baxaq. İşlənmə qaydaları. Feil müzarinin məhsulları kimidir. Yəni, feilin indiki gələcək zamanın məhsulları kimidir. Amma burada bir fərqlik var ki, burada ləm ədatı feilin önünə gəldikdə nun hərfləri düşür. İndi baxaq. 1. Məchul olan muzari feilinin əvvəlinə ləm ədatı gətirilir. Bu məlumdur. Yəni, feilin indiki gələcək